Hər kəsə salam, hər vaxtınız xeyir olsun. Ümid edirəm ki, yaxşısınız. Biz artıq idmana başlamışıq. Bu gün idmandakı ilk günümüzdür. Belə Hindistan cevizi yağı ilə kofe düzəltmək istəyirəm. Deyilənə görə çox enerji verir. Biz də istəyirik ki, yaxşı belə enerji depolayaq və gedək idmana. Bu kaloriləri yandırıb arıqlamaq lazımdır artıq, çünki yay gəlir. Mən hələ də arıqlayacağam deyib, amma arıqlaya bilmirəm, çünki diyeti saxlaya bilmirəm, çünki dünyada çox dadlı yeməklər var. Ay, nəysə, video başlayan kimi məni susturmaq olmadı. Bu arada yağ belə çətin əriyir normal olaraq, çünki yağın ərimə qabiliyyəti zaten çox çətindir, amma inanın ki, o amerikanonu, acı kofeni o qədər gözəl yumuşaldır ki, dadı əla olur. Hər kəsə salam. Ümid edirəm yaxşısınız. İkinci dəfə salamlaşaq istədim. İndi hal-hazırda biz evdən çıxmışıq, yoldaşımla bir yerdə idmana gedirik. Biz məşqə gedirik. Əslində yarım saat, amma sözün əsl mənası yarım saat əvvəl çıxmalıydıq. Səcalaq baldızım bizdə idi deyə. Ondan vaxt keçirdik biraz. Hazırlaş falan filan. Nəysə ki, nəhayət evdən çıxa bildik və gedirik. Burada da bir anlıq aydınlanma gəldi ki, su 70 qəpik olub. Onsuz da suların 50 qəpik olmağını təəccüblənən mən 70 qəpik olduğunu görəndə şok oldum. Nəysə, nə qədər may ayında olsaq da, nə qədər yazı artıq bitirsək də bu havalar hələ də düzəlməyib. Mən də Balankada gəlmişəm. Hə, bir də mən gəldiyim idman zalı sırf qadınların giriş eləyə biləcəyi bir zaldır. Nərmanovda bəlkə də çoxunuzun tanıdığı Limak zalına gəlirəm mən. Buranın ümumi atmosferində düzdür, bəzi mənfilər olsa belə zalın özündə. Amma ümumilikdə belə baxanda qəşəng zaldır, ünvanı yaxşıdır, bütün aparatlardan çox var. Ona görə də mən buradan əl çəkə bilmirəm düzü. Geyindim, keçindim və hazırlaşdım. Suyumu da götürdüm, naşnikimi taxdım və nəhayət idmana gedib başlaya bilərəm. Mən ümumiyyətlə başlanğıc olaraq həmişə kardio ilə başlayıram. Yəni ki, bu kardio mənə daha enerji verir. Hələ kofe içmişəm deyə həqiqətən sözün əsl mənasında çox enerjili idim. Mənə bu idman ləzzət elədi. Elə kardio elədim demək olar başdan sona, daha sonra fasilə verdim. Çox qısa bir, mən ümumiyyətlə idmanda çox fasilə verməyi sevmirəm. Zalım belə boş olmağına baxmayın, ətrafı boşluq tapmışkən sizin üçün çəkmək istədim, amma həftə içi işdən sonra və yaxud elə şənbə bazar nisbətən günorta saatlarında dəhşət çox insan olur. Sadəcə mən çalışıram ki, həftə sonları gəlirəmsə səhər-səhər erkəndən gəlim ki, azadam olsun, daha rahat məşq edeyim. Düzdür, heç kim mənə ziyanı yoxdur. Nəysə, burada da suyumu yerə saldım. İdmanım hardasa 1 saat yarım çəkir ümumilikdə və mən ondan sonra gedirəm duş almağa. Daha sonra da hazırlaşıb yoldaşımla görüşüb gedirik bir yerdə evə. Diş fırçasından kulak sönmek var ama her şey var lazım. Mən evə gəldim. Makyaj ilə danışdım çünki biraz tələsirəm. Mən evə gəldim, yemək yedik. Daha sonra qabları yudum, paltar yağını atdım. Bir hissəsi çıxdı, sərmişəm. İndi o bir hissəsini də qoymuşam, yuyulsun, onu da sərəcəm. Və indi də makyaj edirəm, duş qəbul elədim. Bu arada idman zalında sorsanız ki, duş qəbul eləmədimmi? Yox. Çünki mən saçıma saç kremi, şampun, nə bilim, sonra istilikdən qoruyan, dalınca saç yağı və s. bu qədər şey üzümdən daşımaq istəmədim. Ona görə saçlarımı yumadım, bədənimi yudum, onun üçün sabun və s. o aparmışdım, videoda gördünüz. Amma artıq saçlarımı yumaq üçün evdə gəlib təkrar duş qəbul eləməli oldum. İndi də makyaj edirik, bir yerdə gedirik Sənubərcilə. Orada yəqin ki, çox vlog çəkməyəcəm. Orada yəni daha doğrusu çox çəkiliş yapmayacağam. Səbəbi isə bilmirəm. Əslində Sənubər gecələrində zaten həmişə demək olar standart eyni şeylər olur. Gedirik və ondan sonrasını çəkə bilmirəm. Çünki elə söhbətlər, elə orada mövzulardan danışırıq ki, yəni onlar çəkilməsə dünyanın və bizim xeyrimiz üçün ən gözəldir. Deməli, gəlib çıxdım. Sənbərə gələn kimi elə PR box gəlib. Mən də getdim, gətirdim. Sənbər xəstədir, özü çıxmasın. İndi Adel açır. Yəni, siz Sənbərdə yox, Adeldən qutu açılımı görürsünüz. Aç görüm. Aha, bir dənə bu nədir? Deməli, dodaq üçün maskadır. Dodaq maskası. Sənin işin üçün də dodaq maskası var. Yəqin o iynəlidir. Baxın. Bu nədir? Peeling paddır bu. Bu nədir?
Bunları Yusuf Səbir çoxdan paylaşıb. Mən ona görə çəkdim, yoxsa çəkməzdim. Bu da göz kremi. Baxın. Aha, mimikasına da baxın da bunun. Bu nədir? Pantenoldu bu. Bu nədir? Bir dəqiqə, həm telefondan oxumağa çalışıram. Bu nədir? Bunu vapşı bilmədim. Bu deyəsə maska kimi bir şeydir. Nəysə, bunu oxumaq lazımdır. Diqqətlə üstündə ingiliscə yazılıb. Tam oxuya bilmədim. Bu da balanslaşdırıcıdır, kremdir. Rahatladıcı üst kremi. Bu qəşəng bir şey ola bilər. Bu nədir? Baxın, ay. Bu nədir? BB krem. Başqa nəsə qaldı ömrüm? Baxın, o yola böyükdür deyə götürəm. Bu nədir? Baxın. Bu da üz təmizləmədir. Qəşəng. Bu marka bu günlərdə çox dəbdədir. Sənbərə də PR box göndəriblər, sağ olsunlar. Biz də açılımı elədik. Açılış. Hamınızın əvəzindən bu milən yanağını sıxım. Yaxşı. Necə baxdı gördünüz? Bu arada mən bu videonu paylaşana qədər siz böyük ehtimal Sənbərin vloqunu artıq görmüş olacaqsınız. Çünki mən hal-hazırda İstanbul vloqlarını paylaşıram. Maksimum vaxt tapdıqca tez-tez paylaşmağa çalışıram. Əslində vaxt tapdım, hər gün paylaşaram. Sadəcə editləməyə vaxtım yoxdur. Çox dadıdır. Mən artıq evə də gəlmişəm. Hətta Magnolia da hazırlayıram. Keçən dəfə Magnolia hazırlayanda kremim qalmışdı biraz. Ona görə də indi qalıq kremlə bizə Magnolia hazırlayıram. Hazırlayaq, amma sabah nuş eləyək. Çünki sabah qədər özünə gəlməlidir. Növbəti gündən bir daha salamlar. Biz deməli baldızım, mən və Kamran hamımız bir yerdə gəlmişik Madoya. Burada nahar eləyəcəyik. Səhər durduq, elə magnoliyalarla çayımızı içdik. Daha sonra dedik ki, evdə yemək yeməyək, ən yaxşısı gəlin gedək. Çöldə bir yerdə yeyək. Baldızım pizza yemək istəyirdi. Biz isə sağlam bir şeylər yemək istədiyimiz üçün Madoya gəldik. Crescent Mall-dakı filialındayıq bu arada. Üstünüzə sağlıq, mən biraz ağrıyırdım deyə burada Kamran mənə nimesil hazırlayırdı. Deyəsən bunu tam doldurublar, sonra deyiblər, yox, yarım istəmişdə təzən boşaldıblar. Yanındakı bu xırt-xırt çörək və pendirlə bir yerdə çox dadlı olur. Bu isə baldızımız farşı idi, düzü xəmir olduğu üçün yeyə bilmədim, amma belə görüntüsü də nəsə o qədər də ürəyimi açmadı. Qarışıq köftə. İzləyicilərə nə demək istəyirsən? Çox acam, yeməğimi gec gətirdilər, çox əsəbiyəm. Burada mətbəxə baxardım, daş gözləyirdim. Daha sonra dedik ki, niyə də əylənməyə getməyək, ona görə də gəldik Parkstarın bu atraksiyonlarına. Mən düşündüm ki, yeməkdən sonra 100% qaytaracam, amma qaytarmadım. Ağıllı qızam da. Fikirləşdim ki, yuxarı aşağı gedirdi. Maksimum nə qədər mən seçələyə bilər ki, seçələmədi o qədərdir. Amma adrenalim qalxdı, xoşum gəldi. Çox da qorxulu deyil. İndi də gəldik ki, eniştəniz bizdən marojna ısmarlasın. Görüm hansı marojnadan yeyirəm. Bu arada burada 2 kiloya yaxın A klaslar 7 manata düşüb. Kakaolusu da var, çiyələklisi də. Burada bu Frambini, Park Bulvarda bu arada. Bazar stordayıq. Bu Frambini'nin məhsulları var. Amma içində o qədər azdır ki və qiyməti 29 manatdır. Bilmirəm, əlim gəlmir buna bu qədər pul verməyə nəsə, amma deyirlər çox dadıdır. Moruxlusu da var, çiyələklisi də. Burada belə bir tondurma var, çox tərifləyirlər. Kamran təbii ki, özünü odatdı. Odatmadı, bəyənməsin, mən yeməyəcəm. Bəs kim yeyəcək? Ayaqsızlardı. Kamran özünü aldı, biz də indi dadına baxacaq. Bəyənsək yeyəcək. Biz də alacaq daha doğrusu. Mən baxım. Nətərdir? Kim deyil, amma maraqlıdır. Baxmaq da var. Biraz necədir bilsən, elə bir ki, pambıq var. Əslində bu vişnəli olsaydı 100% bunu götürərdim, amma smorodinadır, yəni qarağatlıdır. Onun görə risk atmıram. Bundan götürdüm mən də özümə. Bulvarda da belə mikrofonla quş səsləri qoyublar. Əslində yaxşı fikirdir. Sadəcə o xodunu o qədər veriblər ki, adam başa düşürdür bir yerdən sonra. Dəhşət çox xod veriblər. Yəni real olmadığı çox bilinir. Bu quşlar boğulur. Əslində günəş yoxdur, amma
Eynək götürmədim, günəş yox idi deyə gözüm çıxır indi. Yəqin ki şüalarıdır. Buludların arasından gözü kör eləyir. Özü olmasa belə, yəni özünü daim xatırladır günəş. Neyse, indi istəyirik biraz da burada oturaq. Biz artıq evə gəlmişik. İndi də soğanla göbələk hazırlayırıq. Bunun üstünə biber, pomidor, sizcə nə hazırlayırıq? Təəssüf ki, siz bu videoya baxanda biz bunu yemiş, içmiş və hətta üstündən nə qədər keçmiş olacaq. Ona görə də deyim, monastır sayağı toyuq hazırlayırıq. Yaxşı ki, tamam, yaxşı ki. Yəni burada söhbətli danışa bilmirik. Canımıza yatsın. Hə, yaxşı. Burada söhbət eləyə bilmədik. Allah hamımızı bərəkətli. Ay, Allah imkan vermədi. Amin. Hə. Canlı söhbət olmadığı üçün siz mənə cavab verə bilmirsiniz. Versəz belə artıq gec olmuş olur. Nəysə, uzun sözün qısası monastır sayağı toyuq hazırlayırıq. İndi tahta qaşıqla mən işləyə bilmirəm. Mən ancaq dəmir qaşıqla işləyə bilirəm. Kamran da bunu çıxartdı deyə məcbur bir qaşıq batırmalıyam mütləq. Burada mənə kömək edir. Və hazır. Qoyaq pişsin, sonra da üstünə olan pendir qoyacaq. Başlayam və gəlmişəm xalamgilə. Dayım qızı ilə bir yerdə gəlmişik ki, söhbət eləyək, deyək, gülək. Mən çoxdan da dayım qızını görmürəm. İstəyirəm ki, sizə də bir şad xəbər verim. İnşallah alınsa, iyunun 4-ü İnşallah alınsa, kənddə Ağcabədidə palatka toyuna gedəcəyik. Çünki dayım qızı evlənir və biz də onun toyuna gedəcəyik. Amma əgər alınmasa, çünki iş günə düşür və mənim həmin vaxtda işlərim biraz çətinləşir. Ona görə də alınmasa da oğlan toyuna gedəcəyik. Hər iki halda mən sizin üçün bu vloglayacağam. Ona görə də dedim məlumatınız olsun. İndi də dedim gəlin sifariş eləyək yemək. Ona görə də yemək sifariş elədik, düşüb onu götürürəm. Kuryer gəldi xanımlar. Sifarişlərimizi götürdüm. Gəl. Deməli, dayım qızında iPhone 17-dir. İndi bunda yeni bir şey kəşf etmişəm. Mən 17 görməmişəm belə. Yəni görmüşəm mağazada falan. Kimin əlində hələ görməmişəm. Deməli, baxın, telefonu tərpətmirəm. Ki, mən qırağa çəkəndə normalda necə olmalıdır? Ekrandan çıxmalıyam, amma bu məndən bir yeri gedir. Sonra yaxına gəlirəm, o da yaxına gəlir. Uzağa gedirəm, o da uzaqlaşır. Belə gedirəm, o da gedir. Belə gedirəm, o da gedir. Aynur. Deməli, qız toyunun gəlinliyi budur. Çox bəyəndim. Bu sinə dekoltesi falan çox qəşəngdir. Belə işıl-işıl qırmızı rəng. Bakıda deyəsən rəngli gəlinlik geyinmirlər, amma rayon yerində hələ də rəngli gəlinliklər moddadır. Bu həm bir növ xına, həm də qız toyu olacaq. İndi oğlan toyunu da gəlinlik şəklini göstərirəm. Bu da oğlan toyunun gəlinliyidir. Sinə dekolte forması eynidir. Sadəcə bu qolları fərqlidir. Ümid edirəm qolları belə qalacaq. Qaldırarsan? Yox, hə, belə qalacaq da. Hə, qolları belədir. Bu gəlinlik də çox qəşəngdir. Hər ikisini çox bəyəndim. Allah xoşbəxt eləsin. Allah kim istəyirsə ona da qismət eləsin. Evə getməyə vaxtdır. Paka. Deməli, biz artıq evə gəlmişik və yemək hazırlamaq istəyirik. Belə bir Knorrun köftə harcı var. Mən ümumiyyətlə bu restoranlarda yediyimiz köftələrin dadını çox sevirəm. Ona görə də 1 kiloqram belə ət ayırmışıq. Ətin üstündəkilər buzdur bu arada. Donunu açıb sadəcə yüngülvari qalıb. Bunu deməli bir hissəsini 500 qrama, bizdə 1 kilo deyə 2 hissəsini tökəcəyik. Bir dənə yumurta sarısı, bir dənə yumurta tökəcəyik. Yarım stəkan su. Görək dadı necə olur, fikirlərimi sizlə bölüşəcəm. Deməli, indi bu formanı verib qızardırıq. Un falan eləmədik ki, öz dadı tam şəkildə gəlsin. Biz bayaq da dediyim kimi baxın, belə 1 kilo ətə o 2 paçkanın ikisini də istifadə elədik. 2 dənə yumurta sarısı, çünki 500 qrama bir yumurta sarısı, bizdə 2 dənə paçka olduğu üçün və 1 kiloqram ət olduğu üçün 2 dənə yumurta, ümumi 1 kilo ət üçün 2 dənə paketin hamısını vurduq. 2 dənə yumurta vurduq və bir də 1 stəkan su. Unsuz şəkildə qızardırıq. Görək dadı necə olacaq. Əgər yaxşı olsa sizə də fikrimi deyəcəm ki, siz də alıb yoxlaya bilərsiniz bir dəfə. Biz ancaq axşamlar evdə oluruq deyə düşündüm ki, belə dəmləmə çay olmaq evdə yaxşıdır.
Hər axşam mən dəmləyirəm sözün düzü, nə boyda çay. Nə qədər az dəmləsəm də qalır, heyf olur. Ona görə də dəmləmə ən yaxşısıdır. Kamran elə də çayxor deyil, amma mən çay içməyi çox sevirəm. Sadəcə təzə-təzə içməyi sevirəm. Köhnələndə artıq içə bilmirəm. Ona görə də özümə belə Tesin çayını aldım. Ümid edirəm ki, dadlı olar. Səhvləməmsə bunu çox da içib bəyənmişdim. Elə xatırladığım üçün elə bunu aldım. Bu da mənim qışqıran qızım. Şivən deyir, şivən. Yaxşı, yaxşı, qışqırma. Yaxşı qız, yaxşı, qışqırma. Arxa fonda möhtəşəm yüzyıla baxa-baxa biz iHerb-dən sifarişlərimizi verdik. Baxın, belə D3, K2 vitamini sifariş elədik. Belə maqnezium və bir də Kamran özünə kreatin sifariş elədi. Ümumi məbləğə NEW20 buraya yazacağım. NEW20 promo kodu ilə 106 manat 79 qəpikdən 85 manat 43 qəpiyə aldıq. İlk dəfə də iHerb-dən sifariş vurduq, özümüz vurduq. YouTube'da elə baxıb rahatlıqla vura bilərsiniz sifarişi. Gəlsin, mütləq şəkildə sizin üçün çəkəcəm. İndi isə gəlin sizə ləziz çərəzdən aldığımız çərəzləri göstərim. Deməli, biz nələr almışıq? Burada hamısının qiyməti var, baxa bilərsiniz. Belə deyim də, biz hər şeyin ucuzuna qaçmamışıq, bahalısına da qaçmamışıq. Orta qiymətdə, amma indi içində görəsiniz olsa, orta qiymətə ən yaxşısı almışıq. Yəni, məsələn, qoz orada var idi 18 manata da, 30 manata da. Biz 21 manatlığını almışıq, amma yaxşısını almışıq. Sonra eyni şəkildə digərlərində. Məsələn, kişmiş orada səfərimizə 15, 16 manata da vardı. 16.50-yə də, 22-24-də də, amma 16.50 məsələn 22-24-dən fərqlənmirdi. Nə ölçüsünə görə, nə də tipinə görə. Nəysə. Deməli, belə göstərim. Biz oradakı simiçkanı çox bəyənirik. Ona görə də belə bir paçka dolusu 1 manat 44 qəpik verib simiçka almışıq. Kilosu 7 manatdır normalda. Sonra mən belə xurmanı çox dəhşət çox sevirəm. Yekə xurmaları. Düzdür, qiyməti təbii ki, biraz bahadır. 22 manatdır. Hətta bunların 32-42 manatlığı da var. Amma biz 22 manat ən uyğun olanı götürmüşük. Bir dənə ölçü fərqidir. Yəni bunlar orta ölçüdür. Bundan biraz böyükləri 32-42 manatdır. Amma həqiqətən dadı əladır. Mən içinə tumunu çıxardıram, içinə qoz qoyub yeyirəm. Şirniyyat kimi bəh-bəh. Əladır. Sonra qara kişmiş aldıq. Orada da qara kişmiş, məsələn, təmizlənməmişləri var idi. Hardasa, deyim də, 12 manata mı, 14 manata mı? Amma biz 16 manat 50 qəpiyə həm təmizlənmiş, həm də iri olanını almışıq. Amma bundan da bahaları var idi. 22-24 manata da var idi. Sonra mən belə əriyin qurudulmuşunu hələ-hələ belə qara formada. Şirin olan yox da belə olanını. Daha doğrusu aşağı tökülən sarı yox, belə qəhvəyi olanını çox sevirəm. Bunun da kiloqram qiyməti 10 manat idi, yarım kilo almışıq. Çox dadlıdır, mən çox sevirəm. Həm də ki, diyetdə olanda həqiqətən də xeyir, metabolizmanı sürətləndirir. Bir də belə qoz almışıq. Qozun da kilosu 20 manat 90 qəpikdir. Orada da məsələn 16 manata da qoz vardı, amma qapqara idi. Sonra 32 manata tam belə bütöv-bütöv qozlar vardı, amma biz bunu seçdik. Həm yaxşı, həm də qiyməti münasibdir. Bu arada buranın ümumiyyətlə yerli qozu yoxdur. Qozların hamısı burada Özbəkistandan gəlir. Kişmişlər falan demək olar, ləpələrin çoxu burada Özbəkistandan gəlir. Bu gün əslində yorucu bir günü də elə vloqu da burada sonlandırıram. Növbəti vloqlarda görüşmək üzrə. Hələlik.